Avtomobillərin icbari sığortası ilə bağlı vacib dəyişiklik. 16 iyun 2026-cı il tarixindən sığorta haqqının hesablanma qaydası tamamilə dəyişir. Artıq icbari sığorta haqları sürücülərin şəxsi qəza tarixçəsi ilə müəyyən ediləcəkdir. Əgər təqsiriniz üzündən qəza baş verməzsə, hər il sizə 5% güzəşt tətbiq ediləcək. Lakin təqsiriniz üzündən baş vermiş hər bir qəza sığorta haqqınızın 30% həcmdə artmasına səbəb olacaq. Ən vacib məqam, avtomobili idarə etmək səlahiyyəti bir neçə şəxsdə olduqda, yəni həm mülkiyyətçi olarsa, həm də etibarnamə üzrə avtomobili idarə etmək səlahiyyəti olan şəxslər olarsa, həmin şəxslər arasından müqavilənin kimin tərəfindən imzalanmasından asılı olmayaraq, ən yüksək riskli şəxs, yəni təqsirli səbəblərdən ən çox qəza törətmiş şəxs müəyyən ediləcək, həmin şəxsə münasibətdə artımlar hesablanacaqdır. Qeyd etdiyim kimi bu dəyişiklik 16 iyun 2026-cı il tarixindən tətbiq ediləcəkdir.